Araz Əlquliyev, professor, tibb elmləri doktoru, psixiatr, psixoterapevt, narkolog. Tibb elmləri doktoru, professor, psixiatr, psixoterapevt, narkolog Araz Ramizoğlu Əlquliyev 2 avqust 1962-ci ildə Bakı şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Professor Araz Əlquliyevin təhsili və əmək fəaliyyəti. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Araz Əlquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə baş narkoloq təyin edilmişdir. Çalışdığı dövrdə Qlobal Fondun, BMT-nin inkişaf proqramı, Ümumdünya Səhiyyə Təşkilatının layihələrinin icraçısı olmuşdur. Narkoloji xidmətlərin təkmilləşdirilməsi üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında, həmçinin narkoloji xidmət və nəzarət haqqında qanunların hazırlanmasında bilavasitə iştirak etmişdir. Nazirlər Kabinetinin 30'a yaxın qərar layihəsinin müəllifi olmuşdur. Narkotik istifadəçiləri üçün yeni müalicə üsullarının, zərərin azaldılması proqramlarının Azərbaycanda tətbiq edilməsinin təşəbbüskarıdır. 2007-2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikasının təsisçisi olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri vəzifəsinə təyin edilmişdir. İlk olaraq beynəlxalq standartlara uyğun narkotiklər üzrə ölkə məruzəsinin müəllifidir. Həmçinin Azərbaycan məktəblərində Avropa şəhərlərinin Assosiasiyası narkotiklərə qarşı epidemioloji tədqiqatlar layihəsinin rəhbəri olmuşdur. 2013-2014-cü illər ərzində Zabrat Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində çalışmışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinin baş həkiminin müavini vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Medi-Art Psixi Sağlamlıq Mərkəzinin baş həkimidir. Professor Araz Əlquliyev əmək fəaliyyəti ərzində çoxsaylı təkmilləşdirmə kurslarında olmuş, xarici ölkələrdə təşkil edilmiş konferanslarda, seminarlarda, konqreslərdə iştirak etmişdir. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin inkişaf proqramı, Avropa Birliyi Narkotiklərin Monitoring Mərkəzinin layihələrində ekspert qismində fəaliyyət göstərmişdir. 2002-ci ildə Araz Əlquliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Akademiyasında strateji araşdırmalar və dövlətin müdafiəsinin idarə olunması, rəhbər kadrlar rezervi akademik kurslarını fərqlənmə ilə bitirmişdir. 2010-cu ildən Avropa Şurası Pompidou qrupunun Azərbaycanda daimi nümayəndəsidir. Bununla yanaşı qanunvericilik sayəsində Milli Məclisin və Nazirlər Kabinetinin müvafiq qurumları ilə sıx əməkdaşlıq etmişdir. Araz Əlquliyev 1991-ci ildə tibb elmləri namizədi, 2005-ci ildə isə tibb elmləri doktoru elmi adını almışdır. Evlidir, 3 övladı var. Professor Araz Əlquliyevin 100-dən artıq elmi məqaləsi çap olunmuşdur.